Bugün hamı kimi mən də düşündüm. Mən rəssam olsaydım, nə eləyərdim? Əlimdə qələm yox, fırça olsaydı, rənglərlə dünyaya nə söyləyərdim? Hansı rəng sevgimi izhar edərdi? Məhəbbət bənzərdi nəyin rənginə? Sevinci nə rənglə çəkərdim görən? Kədərin rənginə, qəmin rənginə. Hələ darıxmaq var, hələ vüsal var. İnsan duyğuları gör nə qədərdir. Hər hissi fərqli bir rəng ilə çəksəm, təbiət rəngləri azlıq edərdi. Bəlkə səni çəkim. Səndə cəmlənib nə qədər rəng varsa bu kainatda. Bütün bu rənglərdən aldığım həzzi mən sənə baxmaqla aldım həyatda. Dağlarda güllərdən rəng almaq üçün ən hündür zirvəyə gedib çıxardım. O gözəl çöhrəni yaratmaq üçün aydan nur, günəşdən şəfək yığardım. Mən rəssam olsaydım, bildim nəhayət. Şəkil çəkmək üçün səni seçərdim. Hayana baxsam da sən görün deyə, səni gözlərimin üstə çəkərdim. Hayana baxsam da sən görün deyə, səni gözlərimin üstə çəkərdim. Namik Müslimov qələmi.